Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Xoş gördük hər birinizi. Bizim kanalımıza dəstək olanlar, bizim kanalımızı takip edənlər, like edənlər. Allah min kərə sizdən razı olsun. Əlləriniz var olsun, canınız sağ olsun. Həmişə var olasınız. Bizim millətimiz, canınız sağ olsun. Çoxdan da belə səslə, danışıqla, böyle yemek videoları paylaşmadım. İstəyirdim, indi elə bir yarpaq koymuştum. Yani ki bu yarpaq, bak indi yukarıda var. Prosto ora polka hündürdə də əlim oraya çatmır. Keçən il, bax bu vaxtlar nətər bağlamışamsa, həmin bankadan bir-iki dənə varımdı qalıb. Eyni üsulla bağladığım yarpaqdır. Düz bir ildir üstündən keçib, hələ lazım olsa hələ o birisi ilə də qalır. Qalır doğrudan da mən ilə bağladığım. Ondan qabaq bir il qabağa da bağladığım iki dənə balaca banka. Orada müəyyən bir saxlama şeylər var idi. Onların arasından tapmışam, yadımdan çıxıb qalıb. Yəni bax bu üsul çox yaxşı üsuldur. Üsulları çoxdur. Mən tuza da koymuşam, yaxşı saxlamışam. Sonra yarpağın özünü nətər ki bu xiyar bankasını bağlayadığımız kimi qazı çıxmaq üçün elə də eləmişəm. Ləyənə qoymuşam, bir gün suda qalıb saralır. Sonra elə bankaya yığmışıq. Lazım olanda arasına məsələn buğda qoyuluruq ki, yəni buğda onu saraltmağına görə də yəni elə keçmiş vaxtlarda elə qoyulurdu. İndi mən o üsulla qoymuram. Ancaq bu üsul daha da hasantdır. Yəni o quru vəziyyətdə bir zamanlar butulkalara qoyurduq. Butulkada quru olur. Həm də ki indi hər yer dolu bankadır. Bankanı qoyub niyə butulkada qoyaq? Sadəcə bankamız kip dolana qədər doldururuq. Banka yarpaqları qatdalayıb. Amma mən elə bil ki sapaqlarını qırmışam. Möhkəm qoyandan sonra ağzına da bir qaşıq duz töküb, çaynikın qaynayan suyunda tökmüşəm, ağzında bağlamışam. Ancaq bankaların qapaqları gərək təzə ola. Duzun eləsi var, məsələn burada bir diri qalıbdır, belə bankanın ağzında. Yəni sizə elə gəlir ki banka doldu, amma dolmur da. Sonradan görürsünüz ki yarpaq onu canına çəkdi. Bir damcı belə dibində suyu qalır. O ona bəs eləyir. Nə qədər desəniz, belə saxlamaq olur. Bu bunun